Sentyabrın 23-də Nyu-York şəhərində Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump və birinci xanım Melania Trump'ın adından BMT Baş Assambleyasının 80-ci sessiyası münasibəti ilə rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Rəsmi qəbul zamanı ABŞ prezidenti Donald Trump çıxış edərək bir sıra qlobal məsələlərə toxunub. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsinə dair fikirlərini bölüşüb. Prezident Trump bu münaqişənin uzun müddət davam etdiyini vurğulayaraq Azərbaycan prezidenti İlham Əliyevə müraciətlə bildirib. Ermənistan və Azərbaycan, mən sizə təşəkkür etmək istəyirəm dostum. Oradakı münaqişənin 22 il davam etdiyini dediniz. Düzdür. 22 il, bu 22 il ərzində siz müharibə şəraitində idiniz. Prezident İlham Əliyev isə cavabında qeyd edib ki, münaqişə 30 ildən artıq davam edib. Prezident Trump Azərbaycan rəhbərinin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirərək bildirib. Siz möcüzə yaratdınız, cənab prezident. Mən sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız. Görüşdə həmçinin Yaxın Şərqdə baş verən hadisələr və sülh prosesləri müzakirə olunub. ABŞ prezidenti vurğulayıb ki, münaqişələrə tezliklə son qoymaq məqsədi ilə konkret planlar hazırlanıb və onların yaxın zamanda həyata keçirilməsi gözlənilir. Prezident İlham Əliyev çıxışında atəşkəsin tam bərqərar olduğunu və bu münaqişəyə son qoyduğunu bəyan edib. Xeyr, hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu. Tədbirdə ABŞ-nin birinci xanımı Melania Trump da çıxış edərək gələcəyi birlikdə qurmağa adlı təşəbbüsdən danışıb və dünya ölkələrinin birinci xanımlarını bu təşəbbüsə qoşulmağa dəvət edib. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdən mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq deyə Melania Trump bildirib. Rəsmi qəbul yüksək səviyyədə keçib və dünya liderləri arasında sülh, əməkdaşlıq və gələcək planlar baxımından önəmli dialoqlara şərait yaradıb.